Tər qoxusunu yox edən cihaz icad edilib. Tərləmə qoxusunu dezodorantsız aradan qaldıran cihaz icad edilib. Cənubi Koreyanın Hanyang Universitetinin tədqiqatçıları tər qoxusunu dezodorantsız aradan qaldırmaq üçün yeni texnologiyaya əsaslanan Pladeo adlı cihaz yaradıb. Bu innovativ cihazın iş prinsipi soyuq atmosfer plazması texnologiyası əsaslanır. Bu texnologiya tərin parçalanmasına səbəb olan və xoşa gəlməz qoxu yaradan bakteriyaları məhv edir. Pladeo gündə 2 dəfə qoltuq altı nahiyəsinə quru dəriyə tətbiq olunur. Cihazla dəri arasında 1 sm məsafə saxlayan silikon araqat sayəsində plazma aktivləşir və aktiv oksigen formaları xaric olur. Bu hissəciklər bakteriyaların hüceyrə divarlarını parçalayır və qoxu molekullarını məhv edir. Proses 1,5-3 dəqiqə davam edir. 19 fərqli ölkədən olan 33 nəfərin iştirak etdiyi klinik sınaqların nəticələrinə görə iştirakçıların 94% əhəmiyyətli qoxu azalması müşahidə etdiklərini bildirib. Cihazın satış qiyməti $249, təxminən 425 manatdır. İlkin sifariş zamanı isə təxminən 254 manat təşkil eləyir.